Eman müəllim, sizə bir neçə aktual sualım almaq istəyirəm. Valideynlər çox vaxt düşünürlər ki, uşaqları üçün yalnız danışığa əsaslanan ingilis dərsləri kifayətdir və qrammatika o qədər də vacib deyil. Sizcə bu yanaşma doğrudurmu? Əslində bu çox gözəl sualdır, çox da aktualdır. Danışıq dərsləri bəli, olduqca vacibdir, amma təkcə danışıq dərslərlə də ingilis dili öyrənmək mümkün deyil. Qrammatikasız ingilis dili axıcı danışıq verə bilməz. Danışıq bir nəticədir. Bu danışığı əldə etmək üçün söz ehtiyatı, dinləmə, yazı ilə yanaşı qrammatika da vacibdir. Yəni qrammatika olmadan yazı bacarıqları da inkişaf edə bilir. Ona görə də mən sizə tövsiyə edirəm ki, yəni cümlənin skeleti olan, cümlə quruluşunun əsasını təşkil edən qrammatikasız, yəni inamlı danışıq ola bilməz. Bunu TESOL və CELTA təcrübələrdə deyir. Ona görə sizlərə tövsiyəm odur ki, əgər inamlı, daha düzgün şəkildə danışıq istəyirsinizsə, qrammatikanı əsas tutun və buna əməl edin.